Gəncə Dövlət Filarmoniyasının kamera orkestrinin solisti, Gəncə Musiqi Kollecinin müəllimi Sevinc İbrahimova dələduzluğun qurbanı olub. Məsələ ilə bağlı Gəncə Xəbər Aza şikayət ünvanlayan xalq artisti bildirib ki, iyunun 15-də saat 04:00 radələrində Gürcüstan nömrəsindən ona zəng edilib. Özünü Azercell əməkdaşı kimi təqdim edən şəxs Sevinc xanıma bildirib ki, 10 qəpik ödəniş etməklə mobil nömrəsinin bağlanmasının qarşısını alacaq. Sanki göz bağlayıcı kimi məni özlərinə inandırdılar. Kart məlumatlarımı onlarla bölüşdüm. Yarım saat sonra yenidən zəng gəldi. Bu dəfə özünü Kapital Bankın Təhlükəsizlik Xidmətinin əməkdaşı kimi təqdim etdi və dedi ki, kartıma kiberhücum olunub, amma qarşısı hələlik alınıb. Dələduzluğun qarşısının tam alınması üçün şəxsiyyət vəsiqəmdəki məlumatları onunla bölüşməyimi istədi. Mən də dediyini etdim. Baş verənləri ailə üzvlərimə dedikdə anladıq ki, dələduzluğun qurbanı olmuşam. Kart hesabımdan 1100 manat oğurlanıb. Adımdan kredit götürməyə cəhd etsələr də bu alınmayıb. Daha sonra WhatsApp hesabıma daxil olaraq hər kəsdən borc pul istəyiblər. Xoşbəllikdən heç kim pul göndərməyib. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə də müraciət etmişəm. Ümid edirəm ki, dələduzlar tapılar və məsuliyyətə cəlb edilərlər deyə xalq artisti şikayətində bildirib.